Azərbaycanın qəbul edəcəyi hər nəticənin bizim qəbulumuz olduğunu söylədi. Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib. Noyabrın 16-sında Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməl qoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilib. Qarabağda dinc azərbaycanlıların qətlinə başçılıq etmiş Ermənistan generalı Astvasatur Petrosyan 67 yaşında ölüb. Azərbaycan hərbiçiləri Ağdamın Gülablı kəndində məskunlaşmış ermənilərə əşyalarını götürməyə şərait yaradıb. Azərbaycanda erməni terrorçusu Geras Avetisyan barəsində həbs qəti imkan tədbiri seçilib. İstintaq orqanının təqdimatına Səbail rayon məhkəməsində baxılıb.